Sizi Floridadan salamlayıram. Bugün sizə kruiz haqqında danışmaq istəyirəm. Ona görə danışmaq istəyirəm ki, Miami dünyanın kruiz paytaxtıdır. Amma mövzuya başlamazdan əvvəl demək istəyirəm ki, əgər mənim çəkdiyim videolar sizə maraqlıdırsa və ümumiyyətlə Amerika ilə bağlı daha çox bilmək istəyirsinizsə, kanala abunə ola bilərsiniz. Əgər siz belə edərsinizsə, məni və mənim komandamı motivasiya edərsiniz. Başladıq. Deməli, dünyanın ən böyük kruiz gəmisi məhz Miami'dən yola düşür. Mən birazdan sizə bu gəmi haqqında danışmaq istəyirəm. Miami'dən yola çıxan kruiz gəmilərində yoxdur. Burada nələr var? Deməli, robot barmenlər var. Müştərilər sifarişi tablet vasitəsilə edirlər və robot barmen isə sifarişi yerinə yetirir. Burada infinity pool var, yəni sonsuzluq hovuzu var. Sanki kənarları olmayan hovuzlar var. Paraşütdən atlanmaq imkanı var. Kanat var. Broadway üsulunda şoular təqdim edən gəmilər mövcuddur. Hətta elə gəmilər var ki, onların ən yüksək mərtəbəsində həqiqi ağaclardan olan parkı var. Özünün çox böyük spası və buz meydançası olan gəmilər var. Elə gəmilər var ki, içində təsəvvür edin 20-dən çox restoranı var. Burada elə gəmi var ki, gəmi deyəndə mən kruiz gəmisi nəzərdə tuturam. Günlük 45.000 kiloqram buz hazırlanır bu gəmidə və elə mojito üçün, buzlu kofe üçün və hovuz kənarında dincələnlər üçün buzlu içkilər hazırlanmaq üçün istifadə olunur. Bu da maraqlıdır. Yəni ona görə də buradan gəmi ilə səyahət etmək çox maraqlıdır və bunu dəyər. Ona görə ki, bir də Miami coğrafi baxımdan da çox əlverişli bir yerdədir. Siz Miami portundan çıxmaqla cəmi bir gecəyə Baham adalarına gedə bilərsiniz. Amma əgər bir həftəlik bir tur götürsəniz isə siz həm Karib dənizi bölgəsinə gedə bilərsiniz, həm mərkəzi Meksikaya gedə bilərsiniz və ümumiyyətlə ətrafdakı Alyaskaya kimi gedir buradan turlar. Siz təsəvvür edin. O qədər maraqlıdır. Amma ümumiyyətlə isə fikirləşsək ki, biz belə bir gəmi haqqında danışanda, gəmi ilə səyahət, kruiz haqqında danışanda çox adamın yadına Titanic düşür. Elə mənim özümün də yadıma Titanic düşür və mən sizə deyim ki, New Yorkda olarkən orada Titanic'in yola çıxdığı sahili görəndə özümü biraz qəribə hiss eləmişdim və biraz kədərlənmişdim. Amma bugünkü gəmilər məhz həmin o bəxtsiz Titanic'dən çox şey öyrəndilər. Məsələn, nəyi öyrəndilər? Birinci onu deyim ki, Titanic'də bu bir faktdır ki, insanların yalnız yarısına yetəcək qədər xilas edici qayıq vardı. Amma bugünkü gəmilərdə isə gəmidəki hər adama görə qayığın olması şərtdir. Və o vaxt yadınızdadırsa iceberg gəminin gövdəsini dəlmişdi və beləliklə su gəminin içinə daxil olmuşdu. Amma bugünkü gəmilərin gövdəsi çox möhkəm materiallardan hazırlanır. Bir də o vaxt artıq biz elə filmdə də gördük ki, Titanic'in heyəti icebergi görəndə çox gec idi. Yəni onlar gəmini heç yerə döndərə bilməzdilər. İş işdən keçmişdi. Amma müasir gəmilərdə elə bir sonar sistemlər var, elə bir radar sistemlər var ki, nəinki iceberg, istənilən kiçik bir maneəni belə çox əvvəldən görüb manevr etmək mümkündür. Və onu deyim ki, təkcə Miami'dən hər il 7 milyondan çox insan məhz kruiz səfərinə çıxır. Bu isə Danimarkanın əhalisindən çoxdur. Və mən bayaq sizə sadaladım ki, hansı yerlərə buradan gəmilər gedir və yazda və payızda isə həm də İspaniyaya, İtaliyaya və Yunanistana kruiz gəmiləri buradan yola çıxır. Bayaq çıxışımın əvvəldə sizə dedim ki, ən böyük gəmi, dünyadakı ən böyük kruiz gəmisi Miami portundan yola çıxır. Biraz bu gəmi haqqında sizə danışmaq istəyirəm. Olduqca maraqlıdır. Deməli, gəminin içinə 7600 nəfər insan, yəni müştəri yerləşə bilir, rahatca səyahət eləyə bilir və bu insanlara 2350 nəfər personal xidmət göstərir. Və bu gəmidə elə bir lüks otaqlar var ki, həmin otaqların özünün şəxsi kinoteatrı var, eyvanında jacuzzisi var və şəxsi oyun meydançası var. Bu gəmidə 20.000 təbii ağacı olan Central Park var, siz təsəvvür edin. Və dünyanın ən böyük buz meydançası və dünyanın ən böyük kruiz spası da məhz bu gəmidədir. Bu çox maraqlıdır və mən bu gəmidən danışdım. Ümumiyyətlə, heç mən bu gəmidən danışmasam belə, kruiz səfəri deyəndə insanın ağlına çox bahalı bir istirahət gəlir. Amma
Onu da deyim ki, mən yaxınlarda öyrəndim ki, kruiz səfərinin bahalı olması şərt deyil. Çox uyğun qiymətə də, yəni büdcə dostu kruiz səfərinə də getmək mümkündür. Bunu təşkil etmək üçün nələr etmək lazımdır? İndi bu barədə sizə danışacağam. Amma mövzu sizə maraqlıdırsa, dəvət edirəm sizi ki, videonun altındakı like düyməsinə basasınız. Getdik. Deməli, əgər siz büdcə dostu kruiz səfəri planlamaq istəyirsinizsə, nə edə bilərsiniz? Bunun üçün off-season deyirlər. Yəni, kruizlər üçün ən çox populyar olmayan fəsili seçmək lazımdır. Bu hansı fəsildir və ya hansı aydır deyə soruşsanız, bu sentyabr ayından dekabrın əvvəlinə kimi olan müddətdir. Çünki həmin müddət Miamidə qasırğalar dövrü olaraq tanındığı üçün və insanlar əsasən ehtiyat etdikləri üçün həmin dövrlərdə az insan kruiz səfərinə gedir, amma narahat olmağa dəyməz. Müasir gəmilər belə bir təbiət hadisələrinə hazırlıqlıdırlar, amma bundan əlavə onu da deyim ki, əgər belə bir şey olarsa, onlar ya marşrutu dəyişə bilirlər, ya da ki, ümumiyyətlə səfər başqa bir tarixə keçir. Siz əgər həmin off-season dediyim vaxtda kruiz səfərinizi planlaşdırsanız, sadəcə təklif edirəm ki, siz sığortalı bir variant seçəsiniz ki, əgər səfərin vaxtı dəyişilsə belə, siz istənilən halda bu səfərə getmiş ola biləsiniz. Başqa bir tarixdə olsa da. Digər bir məsələ, burada bir çox saytlar var ki, əgər sizə maraqlıdırsa, mən o saytların adını komment hissəsində yaza bilərəm. Bir çox saytlar var ki, orada müxtəlif kruiz səfərlərinin qiymətlərini müqayisə edə bilirsiniz və əlverişli qiymətləri, güzəştli şərtləri görə bilirsiniz. Və bununla da çox sərfəli variantlar seçə bilirsiniz. Mən sərfəli nə edirəm? Sərfəli odur ki, məsələn, günü 50 dollara olan kruiz səfərləri belə təşkil etmək mümkündür. Bu, siz təsəvvür edin ki, hətta oteldən belə ucuz başa gəlir və heç bir aeroport təlaşı yaşamadan bir həftənin içində siz müxtəlif şəhərlərdə və müxtəlif ölkələrdə ola bilirsiniz və onu da deyim ki, kruiz səfərlərinin hamısının içərisində limitsiz yemək və əyləncə daxildir. Və bir də deyim ki, siz kruiz səfəri seçərkən, əgər siz deyək ki, qasırğaların çox olduğu bir vaxtı seçməsəniz, digər vaxtları seçsəniz, nisbətən köhnə bir gəmi də seçə bilərsiniz. Əlbəttə, bu seçəcəyiniz köhnə gəmidə ola bilər ki, bayaq sadaladığım ultra xidmətlər olmasın, amma istənilən halda siz xoş bir əyləncə yaşayacaqsınız, xoş bir təcrübə yaşayacaqsınız. Və bir də necə etmək olar ki, daha büdcəli bir istirahət etmək olar? Siz gəmidəki üzü okeana baxan deyil, üzü gəminin içərisinə baxan otaqları seçə bilərsiniz, özünüz üçün otağı götürə bilərsiniz. Və bu halda əgər səfərə bir neçə gün qalmış həmin üzü okeana baxan otaqlar satılmazsa, siz çox kiçik bir azca ödəniş etməklə, əlavə ödəniş etməklə həmin otağı götürə bilərsiniz. Yəni, üzü okeana baxan otağınız da ola bilər. Amma hətta bunu edə bilməsəniz belə problem deyil. Çünki siz səfəriniz boyunca doyunca okeanı görəcəksiniz və su mənzərəsindən zövq alacaqsınız. Mən bayaq sizə bir həftəlik istirahətdən danışdım, amma əslində 3-4 günlük bir kruiz səfəri seçsəniz, təbii ki, o bir həftəlik istirahətdən daha uyğun qiymətə başa gələcək. Bir də bəzi şirkətlər var ki, məsələn, əsasən də Norwegian və Royal Caribbean şirkətləri, bu şirkətlər yaxşı güzəştlər təklif edirlər. Məsələn, bir bilet alana ikinci bilet 60% güzəşlə və ya böyüklər özünə bilet alanda uşaqlar üçün pulsuz gediş ola bilir. Bu kimi fürsətlərdən yararlana bilərsiniz. Və ya ən yaxşısı, şəxsən mən buna üstünlük verərdim. Siz tur şirkətlərin xidmətlərindən istifadə edə bilərsiniz. Çünki tur şirkətlərdə qrup qiymətləri olduğu üçün bu daha əlverişli olur. Yəni, çox daha az büdcə ilə yaxşı bir istirahət əldə edə bilərsiniz. Hər ilin əvvəli, yəni yanvar ayından mart ayının əvvəlinə kimi, yəni elə mart ayı daxildə wave season deyirlər bu müddətə. Bunun dənizlə heç bir əlaqəsi yoxdur, dalğa ilə əlaqəsi yoxdur. Bu, sadəcə bronların dalğalanması dövrüdür. Yəni, həmin dövrdə ilin əvvəlində insanlar yay və qış tətillərini planlayırlar. Və məhz ona görə də tur şirkətləri, həmçinin kruiz şirkətləri həmin müddətdə çox yaxşı endirimlər təklif edə bilirlər və siz həmin vaxtda öz kruiz səfərinizi planlaya bilərsiniz. Mən büdcəli istirahətdən və həm də bahalı istirahətdən danışdım, amma ümumiyyətlə deyim ki, Miamidə kruizin ideal dövrü əslində
dekabr ayının ortalarından başlayır və aprelin sonuna kimi davam edir. Həmin dövr nisbətən quru dövrdür. Yağıntılar az olur, hava gözəl, sakit, isti və günəşli olur və siz getdiyiniz istənilən bir sahildə üzə bilərsiniz, günəşlənə bilərsiniz və səfərdən tam ləzzət ala bilərsiniz. Bu da belə. Və son dövrlərdə kruiz səfərlərinə nələr daxil edilir? Bir çox adalarda, məsələn, Coco Cay, Ocean Cay kimi adalarda xüsusi eksklüziv əyləncəli tədbirlər var və bu məhz kruiz gəminin müştəriləri üçün təşkil olunur. Məsələn, kruiz gəmilər həmin özəl adalara yaxınlaşanda məhz həmin gəmidəki insanlar üçün özəl eksklüziv tədbirlər təşkil olunur ki, bu da maraqlıdır. Mən kruiz gəmiləri haqqında danışdım, amma bu Florida üçün kruiz təkcə bir istirahət deyil, həm də bir iş yeridir. Çünki kruiz gəmiləri hər il 10 mindən çox Floridalını işlə təmin edir və burada bu mövzu o qədər ciddidir ki, bəzi 5 ulduz gəmilərin, 5 ulduz kruiz gəmilərinin işçisi, personajı müştəri sayından da çox ola bilir və burada Floridada məhz kruiz gəmi işçisi yetişdirən təlim mərkəzi var və burada xilasedicidən tutmuş əyləncə personalına kimi insanlar yetişdirilir. Bu da belə. Mən özüm kruiz səfərinə getməyi arzuluyuram. Əgər gedərəmsə, mütləq şəkildə onu çəkib sizinlə paylaşacağam. Amma istəyirəm siz də kommentlərdə yazasınız. Sizə də kruiz səfəri maraqlıdırmı? Yoxsa siz mütləq şəkildə ayağınızı torpağa basaraq dincəlməyi, yəni başqa növ istirahət üsullarını seçərdiniz. Bugünlük bu qədər. Hələlik.